bizim millət bilmir ki, piyada keçidinə çatanda dayanmaq lazımdır. Nə bilim valla. Bir adam, yəni mən motosiklet sürənəm, indi mən diqqətçiləm də okey, amma hamı elə olmalıdır da. Ən azından piyada keçidinə yaxınlaşanda insan bir yavaşlamalıdır. Özü görürsən qadındır. Keş də. Elə sürətlə gəldin dedim yəqin. Bura keçir. Öz ona sual demişdi. Dedim sağlı axıra kimi keçsin də. Yazıq sağlı da axıra kimi yaramadı. Nəysə, belə şeylər olur. Əsas odur ki, bax, əziz nəqliyyat istifadəçiləri, mütləq dərəcədə piyada keçidləri, Bakıda onsuz da parmaqla sayılacaq qədər piyada keçidi var da, bunların yerini əzbərə bilin. Yəni bilin ki, piyada keçidinə yaxınlaşırsınızsa 100% yavaş keçmək lazımdır. Maşın yoxdur, adam yoxdur, nə bilim bir şey yoxdur deyə fikirləşməyin. Anidən çıxa bilir, uşaq çıxa bilir, qaça bilir. Mənim hətta tanışlarım var. Yəni əmin olun ki, piyada keçididir deyə bunu eləməsəydim ürəyim partlayacaqdı. Yəni piyada keçididir deyənə şey eləyir. Yəni ümumi özün tullayır yola ki, olsa piyada keçidi onun borcudur, yəni dayanmaq. Bilirəm də, amma həmin borcudur deyə dayanmaya da bilər də, yəni qayda var, okey, amma qaydanı pozan da var da, yəni ona görə risk eləməyin. Həmişə mütləq dərəcədə həm piyada olaraq xahiş eləyirəm ki, piyada keçidlərində diqqətli olun. Yəni piyada keçididir deyə tullamayın özünüzü yola. Həm də ki, bir nəqliyyat istifadəçisi kimi də mütləq hər zaman gözləntidə olun. Piyada çıxarmı, piyada düşərmi, piyada nə bilim özün tullayarmı? Tullayar, çıxar, düşər, hər şey eləyər. Ona görə yəni özümüz fərqində olmalıyıq. Gözləməməliyik ki, kimsə bizim üçün nəsə eləyəcək, nə bilim qəza şəraiti yaranacaq, yaranmayacaq. Əsas o da diqqətli olaq. Ehtiyatlı olaq, çünki həyat bizə bir kərə verilir. İstəyir motosiklet sürücüsü olaraq, istəyir maşın sürücüsü olaraq.